Azərbaycanımızın quzeyindən güneyinə salamlar olsun. Mən tarixin bu önəmli günlərində güneydəki bacı qardaşlarımız üçün, bacı qardaşlarımıza dəstək üçün yaradılan Təbriz-Bakı-Ankara kampaniyasına qatılıram və sizləri də bu kampaniyaya qatılmağa dəvət edirəm. İran dövləti illərdir türk millətinə zülm edir. Qarabağ savaşında onun xəyanətini açıq-aşkar gördük. Zəngəzur məsələsində isə bu çirkin siyasətin davamına şahid olduq. Küçələrdə gənclərimizi, öz vətəndaşlarını, uşaqları qətlə yetirən İran rejiminin yalanlarına artıq inam qalmayıb. Güney Azərbaycanın dağlarında PKK düşərgələri quran İran türk millətinə dost çıxmaz. Güney Azərbaycandakı qardaşlarımız, siz tək deyilsiniz. Biz bu savaşda sizə tam dəstək veririk. Biz nə İranı, nə İsraili dəstəkləyirik. Biz Güney Azərbaycanı və İran adlanan ölkədəki bütün türk xalqlarının yanındayıq. Təhlükə nə qədər böyük olsa da, türk milləti hər zaman birdir. İran üçün yox, Turan üçün birik. Biz Türkiyədəyik, Quzey Azərbaycandayıq. Amma qəlbimiz Təbrizdə, Urmuda, Zənganda, Ərdəbildə döyünür.